əvvəlcədən xəbəri var idi ki, İmam Hüseyn əleyhissalam şəhid olacaq ya yox? Bu suala cavab olaraq ətraflı müzakirə və təhlil edilən bir neçə nəzəriyyə var. O nəzəriyyələrdən biri budur ki, İmam Hüseyn əleyhissalamın qiyamı hər tərəfli və hər cəhətdən sənədi ilə düzgün olmasına baxmayaraq İmam Hüseyn əleyhissalam şəhid olacağını bilmirdi əvvəlcədən. Və bu nəzəriyyə Abdullah ibn Xəldunun sözlərində və bir neçə bəzi mütəfəkkirlərin fikrincə İmam Hüseyn əleyhissalam qiyam etdiyi zaman əvvəlcədən şəhid olacağını bilmirdi. İkinci nəzəriyyə isə İmam Hüseyn əleyhissalam şəhadətindən xəbərdar idi. Bilirdi ki, şəhid olacaq. Və bu nəzəriyyə Kərbəla hadisəsində təhlil olunur. İmam Hüseyn əleyhissalamın şəhadətə çatması nəzəriyyəsi iki sual yarada bilər. Birinci sual budur ki, qəzada həlak olacağını bilə-bilə həmin qəzaya daxil olmaq əqli baxımdan bu qəbul olunması bir şeydir, yoxsa yox? İkinci sual, İmam Hüseyn əleyhissalam Kərbəla hadisəsində şəhid olacağını bildiyi güman edilir. Və burada deyirlər ki, bu güman əsasında İmam Hüseyn əleyhissalam şəhadətə çatdı ki, cəmiyyətdə ədaləti bərqərar etsin. Zalım hökuməti aradan aparsın. Məgər İmam Hüseyn əleyhissalam 72 nəfərlə küfəyə getmədimi? Yəni ağıl bunu qəbul etmir ki, 72 nəfərlə o boyda qoşunun qabağına gedəsən, şəhadətə çatasan, hətta zahirdə zalim hökuməti məhv edə bilməyəsən. Şübhə yoxdur ki, bəşəriyyət uşaqlıq dövründə həyatın və ölümün nə demək olduğunu anlamırlar. Necə ki, misal olaraq deyə bilərik, suda yaşayan bir balıq sudan qırağa çıxarıldıqda nə baş verəcəyini bilmədiyi kimi insanlar ölümə bu cür baxırlar. İnsanların ölümə və həyata baxışları bir növ qeyri-müəyyənlik yaradır. Tədricən ömür irəliləyir, insanlar bu müvəqqəti həyatda hərəkət edirlər. Yavaş-yavaş yaşlaşırlar və ətrafında olanların ölümünü görürlər, yaxın adamlarının ölümünü görürlər, kiminsə ölümünü eşidirlər. Ölüm hadisəsi bir növ bəşəriyyət üçün qeyri-müəyyənlik yaradır. Deməli, həyatı izləyən, ölümü dərk etdikdən sonra insanlarda həyat və ölümlə bağlı müxtəlif psixoloji vəziyyətlər yaranır. Odur ki, İmam Hüseyn əleyhissalam şəhadət elmi ilə vəzifə şuuru əsasında sanki bu həyatın hər anının müvəqqəti olacağını bilə-bilə insanın necə əbədi həyata yetişəcəyini və necə yaşamaq olduğunu bizlərə çatdırdı. Və bu yolda əlindən gələni etdi. Müvəqqəti həyatın əbədi həyata çatmaq üçün bir vasitə olmasını bizlərə çatdırdı. Bu o deməkdir ki, İmam Hüseyn əleyhissalam əbədi həyatı seçdi və fərdin, ictimaiyyətin yaşaması üçün öz canından keçdi. Qurban verdi ki, zalim hakimiyyət məhv olsun və insanlar ədalətli bir toplumda yaşasınlar. İmam Hüseyn əleyhissalam bizə çatdırdı ki, şəhid olmaq, müvəqqəti həyatda qətlə yetirilmək məhv demək deyil. Əbədi həyat irəlidədir və bu yolda hərəkət etmək, Allah rızası üçün işlər görmək, Allaha yaxınlaşmaq üçün gözəl bir nümunə oldu İmam Hüseyn əleyhissalam bizə.